Gələcək gün əsərinin məzmunu haqqında qurulan cədvəldən doğru fikri seçin. Buğdanın dəcini pozan Firidun Musa kişinin haqsız yerə döyülməyinə dözə bilməyib həqiqəti etiraf eləyir. A bəndə yanlış fikirdir. Nəyə görə? Əslində Firidun da buğdanın dəcini pozmamışdı. Yalandan öz üzərinə götürür ki, Musa kişini döyməsinlər. Ona görə bu yanlış fikirdir. Qabağına doğru yazıb. A bəndindən çıxıram. Musa kişi oğurluq etdiyinə görə həm gələn qonaqların, həm də kəndlərin qarşısında boynubükük dayanmışdı. Səhvdir. Çünki onu yalandan ittiham edirdilər. Qabağında isə doğru yazıb. Firidunun həbs olunmasına səbəb siyasi söyləməsi və buna görə də Hikmət İsfahaninin qəzəbinə tuş gəlməsi olur. Bəli, bu doğru fikirdir. Qabağında da doğru yazıb. Həsənalının ayağının kəsilməsi olduğu qənaətinə ilk gələn Musa kişi olur. Yanlış fikirdir, çünki elə Həsənalı deyir bunu. Kəndlərin acınacaqlı halını görən Firidun burada qalıb onların ağ günə çıxması üçün mübarizə aparmaq qərarına gəlir. Bu da yanlış fikirdir, çünki elə deyirdi ki, kənddən qaçmaq lazımdır. Keçirik 2-yə. Hansı fikirlər boş xanalardan yalnız birinə yazıla bilər? Xüsusi adı olan ata sahibdir. Bu ortaq fikirdir, hər ikisinə aiddir. Qazan xan da qonur at idi. Koroğlu da qırat. Ona görə biri çıxdım. Biri silək. B gedir, D gedir. Övladın əsir düşməyini biləndən sonra onu xilas etmək üçün gedir. Həyat yoldaşı da onun ardınca gedir. Bu aiddir Burla Xatuna, Qazan xan, yəni Kitab-ı Dədə Qorqud dastanına aiddir. Amma ki, Koroğlu dastanına aid deyil. Yəni Nigar xanım getmir orada. Ona görə biz 2-ni götürməliyik. Birincinə aid, ikinciyə yox. Düşmənin üstünə gedərkən öz adını gizli saxlamağa üstünlük verir. Bu yalnız Koroğluya aiddir. Qazan xana yox. Ona görə 3-ü də götürəcəm. Qarşılaşdığı düşmənlərdən heç birindən məğlub olmayıb. Biz bunu Koroğluda görürük ki, məğlub olmayıb. Lakin Qazan xan məsələn Təpəgözə məğlub olmuşdu, belə deyək. Ona zərbə indirmişdi. Ona görə biz birini aid edə bilərik. 2, 3, 4 Y bəndi olacaq. Ömrün sonuna kimi atasının intiqamını almaq üçün mübarizə aparır heç biri. Əgər əsər əruz vəznində yazılıbsa, bu əsər, baxaq görək, yanlış fikir bizdən istəyir. Epik növdə ola bilər, epik növ nəzmlə də yazılar, nəsrlə də yazıla bilər. Nəzmlə yazılırsa, yəni əruz vəznində ola bilər, ehtimaldır. Yəni bu doğru fikirdir. Ola bilər yazıb çünki. Dramatik növdə ola bilməz. Dramatik növdə nəzmlə də yazılar, nəsrlə də yazılar. Demək, bu ola bilər. Bu səhv fikirdir, elə cavab olacaq B bəndi. Daxili qafiyə ola bilər, vahid bənd olan şeir şəkli ola bilər, tək bəndli şeir ola bilər. Bəli, bunlar da doğrudur. Çünki ümumiyyətlə vəznin şeir şəkillərlə heç bir əlaqəsi yoxdur. Yəni ki, lap beyt olsun, bənd olsun, yəni ki, əruz vəznində yazıla bilər, heç bir problem yoxdur. Məsələn, müxəmməsi deyə bilərik, bənd şəklindədir, amma ki, əruz vəznindədir. 4-cü suala baxaq. Boşluğa hansı fikir yazılmalıdır? Zəhər hekayəsindən söhbət gedir. Baxaq. Mirqasım illərdir meşəbəydir. Göy ürgənlərlə dərman tapmağa çalışır. Bəli, süd gətirməyə çalışırdı onun üçün. Baxaq. Meşənin su altında qalacağını düşünüb ağlayır. Ağlamır burada, kədərlənir. A bəndə olmaz. Atını xilas etmək üçün hər şey etməyə hazırdır. Əslində sonda heç südü gətirə bilmir. Çünki yəni bilərək Daşdəmir onu dağıdır. Yəni əslində B-ni də götürə bilməliyik. Aşıq Abbasın şeirindən bir bənd deyir. Bu doğrudur. Daşdəmiri vurmaq istəsə də şəhərli olan icazə vermir. Xeyr, belə bir şey yoxdur. Südü gətirsə də gətirə bilmir. Bayaq dedik ki, Daşdəmir dağıdır. Klasteri tamamlayan nümunələri seçin. Tərkibində mübaliğə olan nümunədir. Naxuni qəmlə bizi Fərhada nisbət etməyin. Kim yıxar bir gündə 100.000 bir sütunu tişəmiz. Seyid Əzim Şirvanidən olan bir əsərinə olan bir hissədir. Baxaq. Yenə dərdə sığınıb Azərbaycan ölkəsi. Azərbaycan ölkəsi dedikdə, yəni ki, burada əhalinin nəzərdə tutur. Burada metonimiya var. İfadə vasitələrindən olan inversiya var, lakin mübaliğə yoxdur. Köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı. Bəli. Firqətindən köçər ellər düşər səndən aralı. Bəli, mübaliğə işlənib. 2-ni götürərəm. Bu sükutun dili yansın. Yandırır bir köz kimi. Burada mübaliğə yoxdur, təşbih inversiya var. Millət dənizə döndü, dənizin sahilində. Dalğalandı bu millət.
Millətin dənizə dönməsi metafordur, inversiya var. Bu da olmayacaq. Ey həmdəmim, səni qanə qərq eylər. Gəl tərpətmə yaralanmış könlümü. Sənə qanə qərq eylər. Baxın, mübaliğə işlənib. Ona görə 2-5 olacaq. Cavab C bəndi. 6. Aytmatovun manqurt əsəri ilə bağlı hansı fikir yanlışdır? Kiminsə manqurt olması xəbəri qohumlarına çatanda onu xilas etmək istəmirdilər. Çünki onun üstə manqurt olmuşdu. Yəni heç nəyi xatırlamırdı. Doğrudur. Manqurt kim olduğunu, atasının, anasının gəldiyi yeri yadına sala bilmir. Doğrudur. Manqurt üçün ən ağır cəza başını buğa verib başındakı dərini qopartmaq idi. Bəli. Nayman ananın oğlu Juanlarla döyüşün ortasında əsir düşmüş və elə oradaca manqurta çevrilmişdi. Manqurta çevrilmək üçün bu yanlış. Yəni manqurta çevrilmək üçün bilirik ki, başını qırxırdılar, dəvə dərisi keçirirdilər, istidə saxlayırdılar. Yəni ki, elə oradaca manqurta çevrilmişdi deyə bilmərik. Ona görə D bəndi səhvdir elə. Oğlunun atının İlxıya qayıtmaması ananı şübhəyə salmışdı. Bəli, ona görə elə gedir oğlunu axtarmağa. Verilən obrazları müqayisə edərək ortaq və fərqli cəhətləri müəyyən edin. Şahmar Fəxrəddin və Əşrəf və Şamxalı biz müqayisə eləməliyik. Baxaq, ortaq cəhətdir, atalara qan davasının qurbanı olur. Fəxrəddin və Fəxrəddin özü qurban olur. Bu ortaq cəhət deyil, fərqli cəhətdir. Biri çıxırıq. Elə bizdə qaldı B və D. Obrazlardan biri müasir düşüncəli insandır. Bəli, Şahmar və Fəxrəddində biz Fəxrəddini misal göstərə bilərik. Əşrəf və Şamxalda isə Əşrəfi deyə bilərik. Demək, bu ortaqdır. Onsuz 2-ni götürməliyik. Bacılara təhsilsizdir. Bu heç birinə aid deyil. Qalır 2-4 B bəndi olacaq. Qardaşlardan biri nadanlığın hökm sürdüyü cəmiyyəti günəş kimi parıldamağa çalışsa da, məsələn, Əşrəf, Dəlikürdə Əşrəfi deyə bilərik. Müsbət Fəxrəddində Fəxrəddini deyə bilərik. Ölümdən yaxa qurtara bilmir. Bəli, ona görə olacaq 2-4 B bəndi. Nizami Gəncəvin Sultan Səncər və Qara əsəri ilə bağlı uyğunluğu müəyyən edin. Əsərdə zəmanə hökmdarlarına ədalətli olmağa çağırış var. Bu doğrudur, amma yanlış yazıb. Dövlətin idarə olunması qaydaları xatırladan əsərdə Qarı Sultan Səncəri mərifətsiz adlandırır. Bu yanlışdır, amma doğru yazılıb. B-də çıxıram. Dövrün hökmdarlarının eybləri göstərilmişdir. Bəli, bu doğrudur, amma yanlış yazıb qabağında. C-də çıxırıq. Əsərdə ədalətsiz hökmdarların cəzasız qalmayacaqlarına işarə edilib. Bəli, bu işarə var. Amma yanlış yazıb qaldı elə Y bəndi. Mənzum hekayədə yoxsul insanlar, rəiyyət, zalım hökmdarlara qarşı mübarizəyə qaldırılmışdı. Xeyr, belə mübarizəyə qaldırmaq məsələsi burada yoxdur. Sadəcə qarı öz şikayətini Sultan Səncərə deyir. Bu mübarizəyə qaldırılmışdı fikri ümumiyyətlə yanlışdır. Müsibət Fəxrəddin əsərini oxumayan, amma onun faciə janrında yazıldığını bilən şair hansı hökmləri əminliklə deyə bilər? Yəni bizdən faciənin xüsusiyyətlərini, faciə janrının xüsusiyyətlərini istəyir. Baxaq. Əsər baş qəhrəman maddi olaraq sağ qalması ilə bitirir. Belə bir şey ümumiyyətlə faciəyə aid deyil. Biri çıxmalısınız. Əsərdə rejissorlar, aktyorlar və s. üçün nəsrlə yazılan remarka var. Dram əsəridirsə, təbii ki, faciə dramatik növə aid olan bir janrdır. Demək, bunu onsuz da 100% bilməlidir. Əsər nəsrlə yazılmayıb. Yəni ki, bunu dəqiq deyə bilmərəm. Bəlkə nəzmlədir. Bəlkə nəsrlədir, o artıq onun haqqında məlumat yoxdur axı. Çünki faciə nəzmlə də yazıla bilər, nəsrlə də yazıla bilər. Dram nəzmlə də yazılır, nəsrlə də yazılır. Amma komediya nəsrlə yazılır. Əsərdə nəzmdən istifadə olmayıb, dəqiq deyə bilmərik, onu bilə bilməz. Əsər nikbin sonluqla bitmir. Bəli, bitməməyini deyə bilərik. Faciənin xüsusiyyəti budur. 2-5 C bəndi. 10. Füzulinin söz qəzəlinə aid xüsusiyyətləri müəyyən edin. Baxaq. Sözün hər an yoxdan var olmasını şair onun sirli əlaməti hesab edir. Bəli, xəlqə ağzın sirrini hərdəm qılar izhar söz. Bu nə sirdir kim? Olur hər ləhsə yoxdan var söz. Bəli, bu doğrudur. Biri götürərəm. Az danışan insanın xarakterinin sağlam olması fikri əsərdə müdafiə olunur. Belə deyək, az sözlə dərin məna ifadə eləmək məsələsi var. Yəni ki, xarakteri sağlam olmaq kimi bir fikir ifadə olunmayıb. İkini götürə bilməzsiniz. İnsan elə danışmalıdır ki, özü öldükdən sonra da sözü yaşasın. Bəli.
Şair sözü elə bir dənizə bənzədir ki, bu dənizin tərkibi əsl cövhər və incilərdən ibarətdir. Bəli, bu da doğrudur. Elə 1, 3, 4 olacaq. Məsələn, orada deyir ki, olmayan qəvvasi, bəhri mərifət, arif deyil, kimsə dəftər kimi təndir, ləlöyi şəhvar söz. Ona görə A bəndi elə oldu. Hərdən min incilər sapa düşən söz insanın gəncliyinə bənzədilir. Burada insanın gəncliyinə bənzədilmir. Baxın, deyir söz sirlər xəzinəsinin xəzinədarıdır. Hər an danışıq sapına sirli incilər düzülər. Min sirli incilər düzülər. Yəni gəncliyə bənzədilmə məsələsi yoxdur. A bəndi. 11. Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab şeirinin məzmununu əsasında uyğunluğu tapan mədəni geriliyin səbəbidir. Xalqın əksəriyyətinin elmsiz və savadsız olması. Bəli, doğrudur. Cəmiyyətdə tuğyan edən nadanlıq, bəli, nadanlıq ilə savadsızlıq deməkdir. Demək, bu da doğrudur. Ziyalıların xalqın dərinə çarə tapmaq üçün çalışmaması əksinə olar. Yəni ki, həm də ki, çalışırlar, amma ki, mədəni geriliyin səbəbi çalışmaması deyil də axı. Belə bir fikir doğru deyil ümumiyyətlə. Nöqsanların aradan qaldırılması üçün şairin vacib saydığı yoldur. Baxaq. Xalqın elmə yönələrək, bəli, avamlıqdan qurtulması, tərəqqi eləməsi deyə bilərik. İnkişaf edən xalqların mədəniyyətinə örnək kimi istifadə edilməsi fikri burada yoxdur ümumiyyətlə. 1, 2, 4 C bəndi olacaq. Anamın kitabı əsəri əsasına uyğunluğu müəyyən edin. Demək, anasını üzən dərdi, atasının vəsiyyətində deyilənləri dərindən anlayan onsa təkcə Gülbahar idi. Dərin rəmzi mənası olan sual verir, o da Gülbahardır. Hansı sual verir? Soruşur ki, bəs nəyə görə hərə bir yana gedir? Niyə hamı bir tərəfə getmir? Yəni ki, burada artıq qardaşlarının fikir ayrılığına gətirib çıxarır. Yəni bu artıq rəmzi mənası olan bir sual idi. Cəmiyyət xeyriyyənin məclisində iştirak edən bu obrazı ailənin vəhdətliyi maraqlandırmır. Təbii ki, Zəhra bəyimin oğlu Mirzə Məmmədəli. Qızı ilə bağlı düşüncələri deyirsə Zəhra bəyim xanımı götürməliyik. Rüstəm bəylə diyaloqa Avropa mədəniyyətinə yaxından bələd olduğunu göstərir. Burada elə Avropa mədəniyyətindən danışan, yəni Rüstəm bəy olub. Rüstəm bəyin heç adı da yoxdur burada. Rüstəm bəy yazaq burada. Bəlkə kimsə qeyd aparmaq istəyər. Aha, demək burada aiddir 1AB, 2D, 3C olacaq C bəndi. Keçirəm 13-cü suala. Rəsul Rızanın Qızılgül olmayaydı poeması məzmunu ilə bağlı hansı fikir yanlışdır? Əsərdə müəllifin səmimi etirafları, özünü məzəmmət və özünü günahlandırmaları əksini tapıb. Bəli, bu doğru fikirdir. Repressiya dövrünün sərt üzü, istedadlı, yaradıcı insanların işgəncələrə məruz qalması və məhv edilməsi konkret adlar çəkilməklə. Baxın, konkret adlar var burada. Hər testdə düşür. Bu doğrudur. Müəllifin Mikayıl Müşfiqlə müxtəlif əsərlərdən tərcümələr etməsi əsərdə rast gəlinən məqamlardır. Bəli, məsələn, Demon əsərini götürür, onu tərcümə eləyirlər. Bu da doğrudur. Mikayıl Müşfiqin gözlərini yumaraq çaşmadan şeir oxumasını şairi heyran edir. Bəli. Qaldı yebəndi. Oxutar səni kim unudar misralara şeirdə yalnız Mikayıl Müşfiqin dilindən təqdim olunur. Bu həmçinin Dilbərin dilindən də oxunur. Həm Müşfiqin dilindən oxunması təsvir olunur. Yəni Rəsul Rıza tərəfindən. Həmçində Dilbərin dilindən də oxunur. Cavab olacaq Y bəndi. Keçirəm 14-cü suala. Aşıq Ələsgərin Bahar fəsli yaz ayları gələndə misraları ilə başlayan Dağlar şeirinin məzmunu ilə bağlı bütün doğru fikirləri seçin. Dağların ən yaxşı vaxtın yaz fəsli olduğunu xatırladan şair dağlarda bitən zəmbur çiçəyindən arıların bal almasına poetik dillə oxucuya çatdırıb. Baxın, ən yaxşı vaxtın yaz fəsli, orada deyir ki, yazın bir ayıdır çox yaxşı çağın. Bir ayının çox yaxşı olduğunu qeyd eləyir. Ona görə biri götürməyəcəm. İlin müxtəlif fəsillərində dağların aldığı mənzərə şeirdə ifadə edilib. Bəlidir. Yayın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Payızın zəhməri qoyur virana, dağdır üstündən cəlalı dağlar. 2 doğrudur. Doğma yurdun misilsiz gözəlliyini əks etdirən şeirdə şair özünü Məcnuna bənzədir. Baxın, Məcnuna bənzətmək var. Ələsgər Məcnun tək yardan yaralı, gəzər səndən dərdli, nalalı dağlar. Heç kəsi dindirib keyfinə dəyməyən dağların qeyzə gəlib nahaq qan etməsi də xatırladılır. Bu da doğrudur. 2, 3, 4 olacaq elə B bəndi. Yoxsulla şahı bir-birinə ayırmayan dağların halalla haram arasında fərq qoyması diqqət çəkir.
Burada yoxsul aşağı bir-birinə ayırmayan dağların bura qədər bu fikir doğrudur. Amma ki, Allah haram arasında fərq qoyması məsələsi yoxdur. 2, 3, 4 B bəndi olacaq və sonuncu suala baxaq. Cədvəldən uyğun variantı seçin. Əməli, teatrda iş görərkən öz əlini yaralayır. Bəli, elə əsərin əvvəlində görürük bunu. Dekoru quraşdırarkən olur. Elə A bəndi doğrudur. Oktayın fikrincə, baxın fikrincə deyir. Bu əmələ aid ola bilərmi ümumiyyətlə? Baxmamalıyıq heç. Qadına haqlı və ya haqsız əl qaldıracaq təbiətdə olan insandır. Bu səhvdir ümumiyyətlə. Oktaya aid belə bir fikir deyə bilmərik. Özündən razılığı və dikbaşlığı ilə digər aktyorların qəzəblənməsinə səbəb olur. Özündən razılıq və dikbaşlıq deyə bilmərik. Çünki orada görürük ki, Oktay çox disiplinli idi. Hər şeyin yerli yerində olmasını istəyirdi. Yəni bunu dikbaşlıq adlandırmaq tamamilə yanlış fikirdir. Nitqi mən çox arzu edirəm ki, bizim də dilimizdə belə teatrlar olaydı. Bu Firəngizin dilindəndir. Burada ona görə cavab oldu A bəndi.